Sual verən soruşur ki, əsrdən qabaq və sonra namaz var, sünnət. Üzr istəyirəm. Əsrdən sonra sünnət yoxdur. 2 rükət olub, Müslim hədisidir. Peyğəmbər s.ə.v qılıb, Ayşə radiyallahu anh deyir ki, heç vaxt tərk eləmədi. Cumhur alimlər deyir ki, xastır. Necə Şeyxülislam İbn Teymiyyə rəhməhullah deyir, Fətavə Kubrada, xastır Peyğəmbər s.ə.v. Və xüsusən də o yerdə əsrdən sonra namaz qılmaq olmaz deyə yayılıbsa, kiminsə qalxıb qılması düzgün deyil. Çünki cəmaatı çaşdırmaq olmaz. Bəli. Əgər qılandısa, alimlər deyir ki, ədlaf tutaq ki, o biri rəydədir, cumhurun yox, o birisinin rəydədir ki, qılmaq lazımdır. O elə yerdə qılır ki, oranı qarışdırmasın başını cəmaatı. Elə qılır ki, tək. Bəli. Çünki Peyğəmbər s.ə.v bizə əsrdən sonra namazın olmadığını deyib. Elə deyilmi? Və Peyğəmbər s.ə.v özü namaz qılıb əsrdən sonra. Və belə vaxtı cəm necə olur? Hədis elmində nədir qayda? Alimlər belə onu deyir ki, Peyğəmbər s.ə.v var sözü, var feili. Əməli. Hə. Deyirlər ki, qavluhu lənə sözü bizə aiddir, fi'luhu ləhu. Feili özünə aiddir. Ola bilər ki, filan şey eləməyin, amma özü addin eləsin onu. O, ona deməli xastdır. İftar etmədən oruç tutur. Bəli. Ona xastdır. Ona xastdır. Sallallahu aleyhi ve sellem. Həmçin qalxardın, yatağınızda namaz qılardın. Xastdır. Da qəlbə lazım. Onu durub sıra xastdır. 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 O da o qaydadır. Sözü bizimdir, əməli özünündür. Bununla gedəndə insan rahat olur. Gedməyəndə ittirab içində olsa, belə qalırsan belə. Amma əlhəmdə götür, əlhəmdə o belə.